Salamlar əziz izləyicilər və Fikirli kanalının takipçiləri. Bugün sizlərin qarşısında yenə Temu Farmland videosu ilə qarşınızdayım. Çox istək üzrə bu videonu hazırlamışıq. Bu Temu Farmland haqqında daha çox videolar istəyirsiniz. Biz də əlimizdən gələncə daha detallı bir şəkildə videolar çəkməyə çalışırıq dostlar. Deməli, bugünkü mövzumuz, buna əvvəlki videomuzda da qeyd eləmişdik. Bu Farmland'ı necə tez bir şəkildə bitirmək olar? Yəni ki, aylar çəkməsin və yaxud da bu bilirsiniz ki, yəni bu Temunun formatını oynadıqda bir də görürsüz aylar çəkir. Açıqcası mən də tez bitirə bilməmişdim. Yəni çox oynaya bilmirdim. Bunu aktiv oynayan istifadəçilərimiz var. Həmçinin Telegram qrupumuz var. Həmin Telegram qrupuna qoşularaq siz bir-birinizə köməkləşə və daha tez bitirə bilərsiniz bu formatı. Dostlar, birinci növbədə mən sizə, yəni baş qarışıqlığı olmasın, bunu tez bitirmək üçün nə etmək lazımdır? Baxın, burada məndə gəlibdi bu görəv bonusu var. Bu tez-tez sizə də gəlmiş olar. Yəni bunu tez bitirmək istəyirsinizsə, ümumiyyətlə bu oyunu oynayırsınızsa, yəni ən tez bitirmək istəyirsə, mütləq şəkildə hər dəfə bu görəvi tamamlamaq lazımdır. Yəni ki, daha tez bitirmək üçün hər gəldikdə bu görəvi tamamlasınız, daha tez bitəcək. Hətta mən deyərdim ki, 5-6 günə bitir. Yəni bu, baxın, məndə misal üçün gəlir, burada paylaş seçənəyi var. Seçirsiniz, burada paylaşırsınız. İlk öncə bu görəv gəldikdə bunu paylaş dedikdə hər dəfə sizə xal verir. Axırda da ki, səhv eləmirəmsə 20 xalda ilişir. Yəni bunu hər dəfə paylaşdıqda, bu yeni istifadəçi gəldikdə, indi mən sizə burada ekranda göstərəcəm, bunları bitirək. Aha. Bunu bir restə paylaşaq. Baxın, gördüyünüz kimi ən fazla 8 jeton, bir davətiyyə sana 10 kazandır. Yəni burada dediyi davətiyyədə yeni format istifadəçi və ya da yeni format istifadəçi gəldikdə jetonu çox verir, 8 verir. Amma hal-hazır ki sizin Temuda olan, yəni ki format istifadəçisi qoşulduqda 2 ədəd verir. Buradakı maksimum 3 dənə dəvət eləyə bilərsiniz. O da ki, yəni maksimum 3 dənə dəvət eləyəndə dostlar, bu tam dolmur. Axırda bir dənə qalır. Yəni 3 dənə gətirdiniz, axırda bir dənə qalır, 2 dənə. Yəni ki siz minimum bura 2 dənə yəni yeni format istifadəçi dəvət etməlisiniz. Yəni format istifadə eləməyən, bunu da indi bilmirəm, başqa telefondan da eləyə bilərsiniz və ya da başqa bir istifadə eləməyən varsa onu qoşa bilərsiniz. Bunu hər dəfə bu görəvi 2 dəfə, 3 dəfə elətdiniz, hər dəfə 1000 verir, 1000 su verir. Yəni 3000, 4000 su eləyir. Onda daha tez bitirmək olur. Yəni burada fərqli indi format birləşdirmə var. Yəni burada yarışlar var. Təbii ki, bunlardan da istifadə eləyəcəksiniz, amma ən önəmlisi budur. Yəni bu daha çox su verir. Yeni format istifadəçisi. Bunu da hər dəfə bu görəv aktiv olduqda burada 21, yəni 24 saat aktiv olur. 24 saat ərzində bunu tamamlamazsa sıfırlanır. Nə vaxtsa yenidən gəlir, tez amma gəlir. Tez gəlir və bu görəv tamamlanır. Məqsəd burada yeni istifadəçi. Yəni 2 dənə yeni istifadəçi gətirdiniz, demək olar bu görəvin çoxsunu tamamlamış olursunuz və daha sonra mövcud istifadəçi də və yaxud da yeni də bir də görsünüz olur. Bu Telegram qrupumuzda bizim yəni yardımlaşma qrupumuz var. Orada yeni istifadəçi tapan olur. Düzdür, orada çox istifadə eləyəni Temuya qoşulan istifadəçilərdir. Amma ən azından 3 dənə oradan istifadəçi gətirin. Həmən bu görəvin 3 dənə yarısı buradan gəlsin və daha sonra yeni istifadəçi tapa bilərsiniz. Yəni 24 saat ərzində tapdınız, bunu tamamlamış olursunuz. Yəni bu da bu şəkildədir. Yəni mən bu şəkildə bilirəm. İndi bunu daha çox oynayan istifadəçilərimiz hardasa 4 dəfə, 5 dəfə, hətta 6 dəfə qutaran istifadəçilərimiz var, daha tez. Onlar daha yaxşı bilər. Yəni kommentlərə bildiyi variant varsa yazsınlar. Yəni bu şəkildə burada format birləşdirmə var, bunu da oynama. Bu adətən çox vaxt alır. Mən kanalımda göstərmişəm. Çox vaxt alır, amma su qazanmaq olur. Yəni ki bunu gərək burada oynayasınız. Yəni bu da vaxt deməkdir. Daha tez bitirmək istəyirsə o su görəvini tamamlamalısınız. Bu videomuz da bu qədər dostlar. Yəni ki bilirəm, bunu çox adam bilir, yəni görəv bonusunu, amma yəni ki bunun haqqında çox suallar gəlir. Necə tez bitirmək olar? Yəni bunu tez bitirməyin variantı budur dostlar. Başqa variant yoxdur. Yəni bunun da bir siyasəti ki, Temu Farmland'ın yəni ki sistemə yeni istifadəçi daxil etmək. Yəni amma bunu tez bitirim deyə alış-veriş eləməyin, mən məsləhət görmürəm. Çünki alış-veriş eləməklə bunu sərfləmir, verdiyi hədiyyələrin maksimum 20 manat dəyəri olar onun üçün. Amma yəni tez bitirsəz, verdiyi hədiyyələr də pis deyil. Amma qeyd edeyim ki, bu görəvi bitirməsəz, hər dəfə gəlib sulayıb, buradan, yəni heç bir dostunuzu dəvət etməmiş oynasanız uzun çəkəcək. Videomuz bu qədər idi dostlar. Xahiş edirəm kanalımıza abunə olun ki, belə videoların davamı gəlsin və sizlərə dəstək ola bilək. Bilmədiyiniz bir mövzu varsa və ya da təklifiniz varsa kommentlər bölməsində yazın. Biz də sizin suallarınızı cavablandıraq. Təqdim etdiyi Fikirli kanalı.